Bismillahirrahmanirrahim. Esselamu Aleyküm əziz müsəlmanlar. Demək, keçən dərsimizdə 6-cı kitabdan 6-cı dərsin ilk mətnini oxuduq. Həmçində qayda olaraq dedik ki, deməli, qadın cinsinin əlamətləri nələr sayılır ümumi olaraq, yəni kitaba müvafiq olaraq və qaldıq birinci çalışmasında. Bu gün isə inşallah dərslə əlaqədar çalışmalar oxuyacaq. İlk çalışmamız İqra və aktub, oxu və yaz. Həmişə kimi oxuyub tərcümə edirik. Birinci bəndi, burada yazılmayıb, onu da qeyd edək. Hədə məscidun və hədihi mədrəsətun. Bu məsciddir və bu isə məktəbdir. Burada məscid sözü kişi cinsində olduğuna görə hədə, mədrəsə sözü qadın cinsində olduğuna görə, xüsusən də təmərrütə, ona görə hədihi istifadə olunur. İkinci misalımız, ikinci cümləmiz mən hədihi, bu kimdir? Həzihi uxtu Abbasin. Bu Abbasın bacısıdır. Və burada uxtun sözü qadın cinsindədir. Ona görə hədihi işlənibdir. Üçüncü cümlə hədə dikun və hədihi dəcəcətun. Bu xoruzdur və bu isə toyuqdur. Hədə ibnul mudiri. Bu müdürün oğludur. Və hədihi bintul müdərrisi. Və bu isə müəllimin qızıdır. Hədihi ummu Yasirin. Bu Yasirin anasıdır. Eynə qidrul ləhmi. Ləhim demək, 3-cü dərsdə səhv etmirəmsə keçmişdi. Ləhim ət deməkdir. Qidr da yeni sözümüzdür, qazan deməkdir. Eynə qidrul ləhmi. Haradadır ət qazanı. Hiyə fithəlləcəti. O soyuducudadır. Demək, burada söhbət qazandan gedir. Soruşulan şey qazandır. Qidr qadın cinsindədir. Hardan bilirik? Çünki cavab verir hiyə. Hiyə. Nəyə görə qadın cinsindədir? Demişdik ki, bu eşidilən ərəb dilində eşidilən ərəblərdən eşidilənlərə əsasən müəyyən qrup sözlər var ki, şəms, ard, əqrab və yaxud da səmə, qidr. Bu sözlər qadın cinsində hesab olunur. Sonuncu cümləmiz bu çalışmada həzə bəbun və həzihi nəfidətun. Bu qapıdır, bu isə pəncərədir. Bəli. Növbəti səhifəmizə keçək. Təmərin, çalışmalar. Burada əslində qalsa bəzi kitablarda verilir. Burada PDF-də qeyd olunmayıbdır. Məsələn, burada yazıb mə həzə, burada da bir yazsaq mə həzihi. Mə həzihi əşyalar verilibdir. Biz baxıb həmən əşyaya uyğun sual verəcək. Ya mə həzə deməliyik, ya da deməliyik mə həzihi və ona uyğun da deməliyik həzə əşyanın adını çəkirik və yaxud da həzihi əşyanın adını çəkirik. İndi bir-bir mən göstərəcəm, həmçində sualı verəcəm və özüm də cavab verəcəm. Demək, mə həzə qələmun. Bu qələmdir. Mə həzihi, bu nədir? Həzihi mil'aqatun, bu qaşıqdır. Mə həzə kitabun, bu kitabdır. Mə həzə qamisun, bu köynəkdir. Mə həzihi səətun, bu saatdır. Mə həzə beytun, bu evdir. Mə həzihi səyyarətun, bu maşındır. Mə həzə bəbun, bu qapıdır. Mə həzihi dərracətun, bu velosipeddir. Mə həzihi
riclun. Bu ayaqdır. Mə hədihi, hədihi yedun. Bu əldir. Mə hədə, hədə ənfun. Bu burundur. Mə hədihi, hədihi aynun. Hədihi aynun. Bu gözdür. Mə hədihi, hədihi qidrun. Bu qazandır. Növbəti deməli sözlərə keçək. Mə həzə, həzə fəmun. Bu ağızdır. Mə hədihi, hədihi miqvatun. Bu ütüdür. Mə həzə, həzə kursiyyun. Bu stuldur və yaxud da kürsüdür. Mə həzə, həzə miftahun. Bu açardır. Mə hədihi, hədihi dəlləcətun. Bu soyuducudur. Mə həzə, bu nədir? Həzə məscidun. Bu məsciddir. Mə həzə, həzə nəcmun. Bu ulduzdur. Növbəti səhifəni də bitirdi. İnşallah üzümüzə gələn dərsdə, növbəti dərsimizdə davam edəcəyik. 36-cı səhifəni bitirdik. 37-ci səhifəyə keçəcək inşallah. 3-cü tapşırıqdan. Allah sanlaşdırsan. Əssəlamu aleykum və rəhmətullah və bərəkatuhu.